Şəbnəm xanım, sizi çox izlədim, çox dinlədim. Amma bir şeyi anlaya bilmədim. Siz gerçək canlı varlıqsınızmı, yoxsa duyğular dəstəxə? Sizin hər bir musiqiləriniz adamı sanki oxşuyur. Rahatlıq verir, eşq, inad bəxş edərək. Şəbnəm xanım, deyiblər ki, adamın bəxti olmasa taxtı olsun gərək. Siz mənim bəxt taxtımın afəti oldunuz. Mənim hisslərimin dəryalarını duydurdunuz. Məncə, bu gözəlliyi anlamayan adam nankorun biridir. Çünki yaxşılıq etmək imamlardan əmanət. Bu ümmət karvanı, pənah ünvanı, bu ümmət karvanı, pənah ünvanı.